Birinci hərəkət. Milli geriş. Milli geriş 3 numarada ifa olur. Ayaq hərəkəti. Birinci daban, ikinci pəncə, üçüncü pəncə. Əl və baş hərəkəti birinci istildəki izahlara tay, yanı çənəmizi yuxarı tutub və baxışlarımız qarşıya doğru tutulur. Bu hərəkəti də neçə cürə əl fiqurunda ifa edə bilirik. Gördüyünüz kimi. Birinci hərəkətdə dördüncü bükük yanı omba və ikinci bükük yanı topuq işlənir. İkinci hərəkətdə dördüncü bükük yanı omba və birinci və ikinci bükük yanı pəncə və topuq işlənir. Diqqətiniz olsun ki, bu hərəkətdə boyumuz aşağı və ya yuxarıya doğru getməməlidir. Yəni hərəkət sabit bir xəttin üstündə olacaq.